Adam var, bir dənə bir adam yoxlasın da namaz qılır, ürəyi partlayır ki, tez qutarım namazı. Namazı qutarandan sonra rahat deyir, əməlli başlı, qutarandan sonra. Amma Həzrət Peyğəmbər Bilala deyirdi ki, çıx əzan verginən rahatla bizi. Böyük kişilər namazı girəndə rahatlaşırdılar. Bizsə namazı bitirəndən sonra rahat deyirik ki, hələ bir yük götürürdük çiynimizdən. Fərqli şeylərdir. Demək, hələ biz 5 dəqiqə, 10 dəqiqə Allaha o vaxtı, o can rahatlığı ilə, könül xoşluğu ilə sevə-sevə verə bilməyək. Ömrünü necə verəcəksən, canını necə verəcəksən? Nə var burada oturub böyük danışmağa? Allah canım da qurbandır. Sən vaxtını qurban edirsən. Cəhənnəm